Salam dostlar, bugün var ha super bir şey eləyəcəyik. Birlikdə ilk ingiliscə söhbətimizi quracağıq. Qətiyyən çətin deyil, əksinə çox maraqlı və əyləncəli olacaq. Hazırsınız? Gəlin başlayaq. Bəs yeni bir süper gücünüzün olmasını istəyərdiniz, hə? Təsəvvür eləyin, dünyanın o biri başında yaşayan biri ilə rahatça danışa bilirsiniz. Bax, ingiliscə bilmək elə belə bir süper gücdür. Gəlin elə bugün bu gücü əldə etməyə başlayaq. Yaxşı, deməli, yeni bir dilə salam deməyin vaxtı çatdı. Bugün bax belə balaca ingiliscə söhbətimizi addım-addım, yavaş-yavaş quracağıq. Bilirsiniz, hər söhbət adətən bir sualla başlayır. Elə deyil? Biz də ona görə birinci öyrənəcəyik ki, kimdənsə necəsən deyə necə soruşmaq olar. Və, budur. Bizim ilk sehirli cümləmiz. Cəmi 3 dənə qısa sözdür, amma görün nə qədər güclüdür. Gəlin, indi baxaq görək bu sözlərin nə deməkdir və ən əsası onları necə deməliyik. Baxın, yazılışı belədir. How are you? Amma biz onu deyəndə, yəni tələffüz edəndə belə səslənir. How are you? Mənası isə bizim öz dilimizdə necəsən deməkdir. Çox asan. İndi gəlin bir yerdə deyək. Məndən sonra təkrar eləyin oldu. Gedək. How are you? Super. Gəlin bir dəfə də məşq edək. Bu dəfə amma biraz daha ucadan. Hazırsınız? How are you? Möhtəşəm. Artıq siz bu sualı verməyi bacarırsınız. Afərin. Deməli, sual verməyi öyrəndik. Yaxşı. Bəs kimsə gəlib bizdən soruşsa ki, how are you? Onda nə deyəcəyik? Bax, indi də gəlin onun cavabını öyrənək. Cavabımız da bax budur. Hə, birinci baxanda bəlkə biraz uzun göründü, amma heç narahat olmayın. Eynən bir puzzle kimi hissə-hissə asanlıqla öyrənəcəyik. Deməli yazılır, I am fine, thank you. Tələffüzü isə belədir. Gəlin birlikdə deyək. I am fine, thank you. Yəni, yaxşıyam, çox sağ ol. Görürsünüz, burada həm necə olduğumuzu deyirik, həm də nəzakətli olub təşəkkürümüzü bildiririk. Çox gözəl deyil? Gəlin bir dəfə də təkrar edək ki, lap yaxşı yadımızda qalsın. Hazırsınız? I am fine, thank you. Əla. Bax, artıq cavab verməyi də bacarırsınız. Super. Demək olar ki, söhbətimizin yarısı hazırdır. İndi isə gəlin onu tamamlayaq. Cəmi 2 dənə də balaca, amma oxşal vacib hissə qalıb. Bilirsiniz, söhbəti davam etdirmək üçün nə etmək lazımdır? Əlbəttə, biz də qarşımızdakindən necə olduğunu soruşmalıyıq. Bu, çox nəzakətli bir hərəkətdir. Bunun üçün isə çox qısa, amma çox vacib bir sualımız var. Bax, bu balaca, amma sehirli ifadə söhbətimizi davam etdirir. Yazılışı and you, deyilişi isə lap asandır. And you, yəni bəs sən. Gəlin bir yerdə deyək. And you, bir də and you. Super, davam edirik, az qaldı. Və gəldik sonuncu hissəyə. Yaxşı, bəs bizə and you desələr, onda nə cavab verəcəyik? Bax, budur cavabımız. Fikir verdiniz? Bu cavab bayaqkına çox oxşuyur. Sadəcə, axırında balaca bir fərq var. To sözü. Bu söz də, da deməkdir. Yəni, mən də yaxşıyam. Tələffüzü belədir. I am fine too. Gəlin birlikdə deyək. I am fine too. Vəssalam, sonuncu cümləmiz də hazırdır. Gəlin bir dəfə də təkrar edək. I am fine too. Möhtəşəm. Yaxşı, gəlin indi öyrəndiyimiz ilk 2 hissəni birləşdirək. Görün necə alınır. Birinci adam soruşur, ikinci adam cavab verir, amma söhbətimiz hələ bitməyib. Və hazırsınız? Budur. Bütün puzzle hissələrini birləşdirdik və tam bir söhbət alındı. Afərin sizə, biz birlikdə ilk ingiliscə dialoqumuzu qurduq. Bax, bu əsl super gücə doğru atılmış ilk addımdır. İndi isə gəldik ən maraqlı yerə. Öyrəndiklərimizi məşq etmək vaxtıdır. Hazırsınız? Onda başlayaq. Gəlin belə bir oyun oynayaq. Mən birinci başlayıram, yaxşı? Mən birinci adamam, soruşuram. How are you? Hə, indi sənin növbəndir. Cavab ver görüm. Afərin, düz cavab belə olmalıydı. I am fine, thank you. And you? İndi də mən cavab verirəm. I am fine too. Super. İndi isə gəlir rolları dəyişək. Bu dəfə sən birinci başla. Sualı sən ver. Eşidirəm? Əla. İndi mən cavab verirəm. I am fine, thank you. And you? Bəs indi sən nə deyəcəksən? Düzdür. I am fine too. Möhtəşəm. Vəssalam. Siz artıq ingiliscə salamlaşmağı bacarırsınız.
Bu sizin yeni süper gücünüzdür, unutmayın. Yaxşı, bəs bugün bu süper gücünü kimin üzərində yoxlayacaqsınız? Ananızla, atanızla, bəlkə dostunuzla? İndi gedin və onlara cəsarətlə deyin. How are you?